Hər vaxtınız xeyirli olsun. Musiqi fənnindən dərslərimizdə keçən dəfə də dediyim kimi davam edirik. Dərsimiz olacaq rast muğamı. Rast muğamı nədir? Musiqimizdə yeri, oyatdığı hissiyat, şöbələri, dəstgahlarından danışacağıq bu gün. İndi rast muğamı dedikdə nə nəzərdə tutulur? Ümumiyyətlə ana muğam adlandırılır, muğamların anasıdır. Rast muğamı Azərbaycan xalqının musiqisində mərkəzi yer tutur. Dahi bəstəkar Üzeyir Hacıbəyli bu muğamın quruluşuna və fəlsəfəsinə görə, qəmginliyinə görə muğamların anası adlandırmışdır. Yəni çox gözəldir, qüsursuzdur. Bu sözün mənası fars dilindən gəlmişdi bizə. Fars dilindən tərcümədə düz, doğru və dürüst deməkdir. Bu muğam keçən dərsimizdə də demişik, dinləyicidə və ifaçıda mərdlik, gümrahlıq, şücaət, qətiyyət, həmçinin nikbinlik hisslərini oyadır. Digər bəzi muğamlar kimi insanı kədərə boğmur. O əksinə insanda güc bəxş edir də, insana daxili güc bəxş edir. Onun məqam təməli nədir? Məqam təməlində isə rast, yəni bir əsər, bir muğam deyil də, o həm də böyük bir məqam, lad sistemidir. Azərbaycan xalq mahnılarının, rəqslərinin, bəstəkar əsərlərinin, məsələn, ən bariz nümunələrindən biri Üzeyir Hacıbəylinin Koroğlu operasındakı bir çox hissədəndir. Bunun bünövrəsi elə rast muğamı məqamına söykənir. Rast dəstgahının yəni kitab standartı ilə 9 əsas şöbəsi vardır ki, mən onları sizə izah eləməliyəm. Mən nə deyirəmsə burada düz deyirəm. Mən araşdırıb deyirəm, yəni düzdür, öyrənmişəm mən bunları, amma ki yenə də araşdırıram, yenə də dəqiqləşdirirəm, elə izah edirəm sizə. Yəni ki, ən doğru məlumatları mən verirəm sizə. Yəni görürsən, soruşursan ki, dəstgahın adı nədir? Biri səhv deyir. Yəni internetdən soruşsan, internet açıb başqa şey deyir, amma mən deyirəm indi sizə. Kitaba uyğun, həm də ki normalda olan 9 əsas şöbə ayrıcılığı vardır. Mayə, Üşşaq, Bərdüşt, Əraq, Pəncgah, Hüseyni, Vilayəti, Cövhər və mayəyə qayıdış. Mayə dəstgahın əsas bünövrəsi, özəlliyi və onun tonikasıdır. Üşşaq sözünün mənası aşiqlər deməkdir. Yəni üşşaqlar, aşiqlər mənasında. Melodiyanın ilk yuxarı addımı məhz üşşaqdır. Bərdüşt yuxarı qaldırmaq deməkdir. Sərbəst bəzinli girişdir, yəni müqəddimə hissəsidir. Yadda saxlayın, bunları əzbərləməlisiniz. Əraq dəstgahın ənzil, coşqun və gür diapazonlu kulminasiya nöqtəsidir. Kulminasiya nə deməkdir? Zirvə deməkdir. Pəncgah 5-ci deməkdir, 5-ci məqam deməkdir. Zil registrdə musiqi inkişafını davam etdirir. Deyərsiniz, çahargah idi bəs 5-ci, amma yox, pəncgah başqa mənada. Hüseyni bu xüsusi melodik gözəlliyə malikdir, mərdanə və lirik şöbədir. Vilayəti də ki, dostluqdur, məhəbbətdir. Başqa nə qaldı ki? Deməli, hələ dostluq, məhəbbət deməkdir, həm də ki, ortada da, yuxarıda da, registrlərdə olanın arasında keçiddir. Cövhər mahiyyət deməkdir, əsl deməkdir. Yəni ki, yuxarı pərdədən aşağıya doğru enişə keçid kimidir, hazırlayan deməkdir. Və qayıdış, mayəyə qayıdış. Mayəyə qayıdış da ki, yəni bildiyimiz kimi adından da göründüyü kimi mayəyə qayıdış. Təzədən qayıdır mayəyə, dəstgahın tamamlayıcı hissəsidir. Melodiyanı yenidən ilkin bünövrəyə, yəni mayə pərdəsinə qaytarır. Rast muğam ailəsi, ondan danışım mən sizə. Rast o qədər zəngindir ki, onun əsaslarında qurulan böyük bir muğam ailəsi mövcuddur. Şagirdlərin bilməli olduğu əsas variantlardır, məqamlardır ki, mahur hindi, orta mahur, bayatı qacar, qatar muğamı. Mahur hindi muğam rastla eyni quruluşdadır, lakin daha uca, daha zil tonallıqda olur. Yəni ifa olunur. Çox parlaqdır, nikbindir. Orta mahur
Mahmur hindidən bir qədər, bir kvarta yuxarı daha zil pərdədə oxunur, təntənəli və coşqundur. Bayatı Qacar tarixi kökləri olan pəst registrdə qurulan xəfif bir həzinlik və dərin düşüncə oyadan muğamdır. Qatar muğamı. Qatar muğamı həcmcə kiçikdir, çox cəld, virtuoz və insanı daxilən hərəkətə gətirən bir tempdə ifa olunur. Qatar muğamı. Rast muğamının ifaçılarından danışaq. Rast muğamını ifa etmək üçün xanəndədən həm böyük bir səs diapazonu istəyirlər. Niyə? Çünki mayədən əraqa qədər, yəni o qədər böyük bir məsafə üçün əlbəttə ki, səs fazası, böyük bir səs fazası lazımdır. Həm də ki, dərin fəlsəfi qavrayış tələb edir. Bu muğamı, yəni oxudum, bitdi demək deyil ki, bu fəlsəfi qavrayış da əlbəttə ki, vacibdir. Bu muğamın ən qüdrətli ifaçıları kimi tarixə düşən sənətkarlarımız, yəni adlarını unutmaq mümkün deyil. Rast muğamının ən böyük ifaçılarındandır. Ən böyüyü Seyid Şunski, sonra Xan Şunski, Yaqub Məmmədov, Hacı Baba Hüseynov və s. Müasir dövrdəkilər, əlbəttə ki, Alim Qasımovun adını çəkirik, Nəzakət Teymurova, Arif Babayev, Məsum İbrahimov. İnstrumental ustadlarımız da ki, tar ustadları kamança, Mirzə Sadıqcan, o tarı təkmilləşdirən bir sənətkardır, Qurban Pirimov. Qurban Pirimovdakı Hacı Məmmədov, bir də ki, Bayram Mənsurov, Ramiz Quliyev tar, Ramiz Quliyev tar, Habil Əliyev kamança. Bu qədər. Rast muğamı bu qədər. İndi mən sizə deyim ki, gələn dərsimiz olacaq qatar muğamı. Mən qatar muğamını keçəcəm, sonra mahur indi və orta mahur və bayatı qacar. Çünki bunların özünə məxsus xüsusiyyətləri vardır, deməsəm olmaz. Hələlik dərsimiz bu qədər. Sağ olun, gələn dərslərdə görüşənə qədər. İndi gəlin sonda rast muğamından biraz parça dinləyək. Sağ olun. Məhbəşəyəm, birləşə gəl cananım hayal, eşki tutubdur könlümü, bir dəm sən həmək canım al, eşki tutubdur könlümü, bir dəm sən həmək canım hayal. Zərrəcə qorxum yoxdur bəyər. Mən aləmdə təbiət yaradır, bir daha nəyə bəyər. Çoxuna dost dedim, çıxdı vəfasız nə edim. Aşinalar nə bilim ki olacaq biganə. Az yaşımla az yaşımla bu cahan mülkünü çox sehrettim. Tapmadım bir ləkəsiz
Gövher ola dürdana Vahidem dost yolunda yanıram şemi kimi Vahidem dost yolunda Vahidem dost yolunda yanıram şemi kimi Gah-ı şem tek yanıram Gah oruram pervan Zabayad yar hayna